Ukraynadakı müharibə səbəbindən çətin durumla üzləşən Rusiya prezidenti Vladimir Putinin hakimiyyətdə daha 3 ildən artıq qala bilməyəcəyi ehtimal olunur. Telegraf xəbər verir ki, bu barədə Forbes yazır. Nəşrin fikrincə, hakimiyyət dəyişikliyi ilə bağlı mümkün senarilər sürətli sui-qəsddən tutmuş məhkəmə prosesinə dəyişə bilər. Buna səbəb kimi Ukraynanın yeni hücumları, Rusiyada mümkün daxili ixtişaşlar və ya Çinin Moskvaya dəstəyini dayandırması göstərilir. Forbes xatırladır ki, Rusiyada son 100 ildə 2 dəfə hakimiyyət dəyişikliyi hərbi kampaniyaların fonunda baş verib. Məsələn, 1-ci Dünya müharibəsi və SSR-in Əfqanistana müdaxiləsi zamanı. Nəşrin yazdığına görə Putinə təzyiqlər artdıqca ətrafındakı siyasi elitada öz gələcəyi barədə düşünməyə başlayır. Rusiya cəmiyyətinin ilk növbədə ölkədəki problemlərə görə Putinin yaxın çevrəsini günahlandıracağı, onların prezidenti vəziyyətin real mənzərəsini görmək və problemləri həll etmək imkanından məhrum etdiyini düşünəcəyi ehtimal edilir. Məhz buna görə də nəşrin fikrincə, hakim elita qorxu səbəbindən orduda mümkün qiyam baş verməmişdən əvvəl özü üsyana qalxa bilər. Nəşr qeyd edir ki, Putinin hakimiyyətinin necə başa çatacağı əsasən bu prosesin hansı məqsədlə həyata keçiriləcəyindən asılı olacaq. Forbes hesab edir ki, Putinin sürətlə öldürülməsi və bunun sonraki hakimiyyət mübarizəsi onun çevrəsi reaksiya verməzdən əvvəl təhlükəni erkən mərhələdə neytrallaşdıracaq. Amma bu halda onun hakimiyyəti dövründə törədilmiş bütün cinayətlərə görə məsul şəxs kimi nümayişkaranə məhkəmə qarşısına çıxarmaq, bununla da sistemin digər nümayəndələrinin məsuliyyətdən yayınmasına imkan vermək mümkün olmazdı. Nəşr bunu Çauşesku senarisi adlandırır. Rumıniyanın keçmiş diktatoru, yüksək rütbəli hərbçilərin qərarı ilə qısa müddətdə edam edilmiş, ətrafındakı siyasi elita isə formal demokratik sistem çərçivəsində ölkəni idarə etməyə davam etmişdi. Forbes əlavə edir ki, belə senarilərin mümkünlüyünü Putinin uzun illər yaxın müttəfiqi və dostu hesab edilmiş, keçmiş müdafiə naziri Sergey Ivanovun müəmmalı ölümü də göstərir. O, iyunun 26-sında 73 yaşında vəfat edib, uzun müddət Putinin mümkün varisi kimi qiymətləndirilib. Nəşr yazır, belə hadisələr Putin üçün problemlər yaradır. Potensial rəqiblər sürətlə aradan götürüldükcə digərləri də özlərini təhlükədə hiss etməyə başlayır və qabaqlayıcı addımlar atmağa çalışırlar. Forbesin qənaətinə görə artan paranoya şəraitində müxtəlif hadisələr böhranı sürətləndirə bilər. Bunlara Ukraynanın Moskvaya daha geniş miqyaslı hücumları, ərzaq çatışmazlığı, Tataristan, Başqırdistan və Çeçenistan kimi regionlarda separatçı aktivlik, eləcə də Ukrayna qüvvələrinin Krıma daxil olması aid edilir. Məqalədə həmçinin vurğulanır ki, Çinin mövqeyi mühüm amil olaraq qalır. Pekin Putinin zəifləməsinin öz maraqlarına uyğun olduğuna qərar versə, hərbi dəstəyi dayandırmaq və ya digər addımlar vasitəsilə onun hakimiyyətinin sonunu sürətləndirə bilər. Məqalənin sonunda belə deyilir. Putinin hakimiyyətdə qalacağı günlər sayılıdır. Əgər mövcud tendensiya davam etsə və ya daha da pisləşsə, onun 3 il ərzində hakimiyyətdən uzaqlaşdırılması ehtimalı yüksəkdir. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.